Ləzzət eləmədsənə sən harda qalırsan o həyətlə? Mən ona yazıb, Əli. O da yazıb ki, mən Zabratın özündə. Deyir, kolomat gəlim ora. Bağdır nahiyəsindən iki yerdən uşağı bıçaqla vurur. Qolunu tutdu, dedi, bəri gəldi, mən tərəfə gəldi. Qolunu tutanda qayıtdı məndən, dedi ki, mən vurmuşam, amma qaçmıram. Ailənin üç övladı var, ikisi xəstədir, bir dənə sağ övladı. Sən cəbhət dairəsindən ölübdə, yəni mən istəyirəm ki, sən biləsən ki, hansı faciəyə sən hərəkətin mənasız. Mehribançılığa getmişdiniz bu bir. İkincisi də siz ora çatanda hamıya da xəbərdarlar edirsiniz ki, dava eləmək olmaz. Və necə olsun, nə qərara gəldiniz ki, hansı momentdən sonra, hansı hərəkətdən sonra fikirləşdiniz ki, bax bu an artıq çatışası olur. Məsəliniz onu durmalıdır. Mən açıq-aşkar burada deyirəm, mən burada durub yalandan deyim, mən fisal qorxusunu özüm çıxartmışam. Nə elədiyim işimi azaltmağa çalışmaq kimi bir fikrim yox. Yalandan olmayacaq.